gedirik yeni Səlimlə as always bazar dükkanı. Ev yox, biraz da dözün. Gələn il bu vaxtlar mütləq sizə paylaşıram videonu Sibrizdəki villamdan, Sibrizdəki həyatımdan. İstəyirsiniz? Hello bir daha. Dörtgen aldım. Burada 2 kilo 600'dür. Kilosu 6 manatdan hardası 15 manat verdim. Hə. Hardası yox dəqiq. Bir də malina 3 manat aldım. Çörək saldım. Deyirəm, amma hələ dəqiq 15 manat verdim. Malinaya da 3 manat verdim. Şimdi görək nə qədər pisok lazımdır. Düşün pisok alım. Şəkər tozu, valiniya pişirdim. Amma deyim, valiniya pişirsin. Allah mamama can sağ uzun ömür versin. Amin. Allah məni də anamı da Səlimə bağışlasın. Səlimi də bizə. Allah ikimizi bir-birimizə bağışlasın. Amin. Bir hissəsini kompot bağlanıldı. Bir hissəsi 2 dənə belə banka birlikdə var. Bir hissəsi valiniya, yəni mürəbbə. Bir hissəsini də indi nübar edəcəyik. Bizə nuş olsun. Valiniyamız, mürəbbəmiz, Allah anama sağlıqlı uzun ömür versin. Bir şey etiraf edim ki, mən valiniyanın axırını qaçırtdığım üçün ya çox duru olur, ya da ki, çox sağ ol Səlim. Ya da çox qatı olur. Yəni ki, bu yaşa çatdım. Yoxsa da arvaddığım. Zita, gözələm. Kesnağını başdan çıxardıram. IQ-m də yüksəkdir. Hələ muşqa Səlim çək zaman. Hər zamanki liftdə çəkilişimiz. Bizim də yanımızda dekalif varmış. O keçən həftə sizə göstərmişdim deyəsən. Görün nə qəşəngdir bunlar. Yaxından çəkə bilmirəm. Səlim toxunmasın deyə. Burada şkatulkalar var, mücrülər var. Hər dəfə deyirəm, üzümə sifariş verəcəm, verib başa çıxmıram. Amma belə qəşəng. Hələ demək olar eyni qiymətdə və hətta Temuda bahadır. Biraz. Amma gözləmək lazım. Burada qəşəng. Amma əsl Tem. Əsl dekalifdir ya əsl dekalifdir, bilmirəm. Yəqin əsl olar da. Qəşəng diffuzorlar, otaq ətirləri var. Amma ala bilmərəm. Səlim onları götürüb ağzına salacaq. Ona görə belə şeylərə mən həsrətəm, amma çox sevirəm. Müxtəlif özü mənə xoş gələn ətirlər. Qəşəng şamlar da var, gördüyünüz kimi. Bilmədim o əsl dekalif idi ya yox. Burası bu naxışı filan hansı uyğun gəlirdi. Sadəcə influencer kollegalarımın göstərdiyi çaşkaları filan görmədim orada, yalan nə deyim. Ona görə deyirəm. Əslində biz keçirik inşaatçılara, eləməklə inşaatçılara grill almağa. Sonra avtobus gəlmədi. Elə dedim düşək buradan, təndirdən. Elə zəyin vurmuşam, görürsün hazırdır. Kabab alaq gedək. Oraya pişirməyə həvəs yoxdur. Səlimə də böyük bir şişə almışam. Çünki bu Bonakvanın qazlısı yox balaca. Qazı da aldıq. Səlimuşqla. Bu qədər çiyəliyə 2 manat verdim. Əsl mürəbbəli çiyəliyə dedi 2 kilo. 2 kilo nə qədərdirsə. Birazdan pisok alaq pişirək. Qalan bazarlığımı da aldım. Daha Səlimdən çıxmadım. Çünki Səlim bayaq dedi ki, hamısını sən daşı. Üstündə də məni, hamısını da bir əlində daşı. O yüzden gəldik. Sevimli cappuccino. Bundan da var. Məndə sadəcə karamelli də var. Karamelli latte də var. Mən latte-nə adi kofeyə qatıram. Nəsə lattesini çox sevmədim, amma dadlıdır. Karamellisini, latte olmasını sevdim, amma ona da çarə tapmışam. Qatıram digər kofeyə. Olur tam başqa bir şey. Kofe və karamelli latte olur super, təzə bir şey. Qəşəngdir. Almağa dəyər, endirmə düşüb və cappuccino çoxu bu mənim sevdiyimdir. Sevənlər 25 manata düşüb. Mənim sevdiyim. Mən həmişə bundan sumkamda Tofiksi saxlayıram, ürəyim falan bulananda. Çıxmışdı, yadıma düşdü, fındığı almışam, qalıb kamera xrani. Təzən qayıtmışam, fındığımı götürmüşəm. Bu hissi də xoş qalmayıb. Bu hissinin bir dənə çarəsi var, duş. Duş altına girmək və çıxmamaq. Və bugünün valeniyası. Çiyəlik mürəbbəsi. Hello. İnşallah ki sumka istədiyim kimi çıxar. Və bir sumkadır, bir də oturan yer. Və bir market sifarişim də gəldi. Yəqin hərəsinə ayrı-ayrı video edərəm. Sizə elə belə göstərərəm, amma ayrıca video paylaşıram. Həm Temu, həm belə. Burada bu kitabı oxuyuram. M. Rice, necə oxunursa. Zamansız. Nağıl tipdədir.
Üzüklərin hökmdarı falan tipdə Türk yazıcısı yazıb. Mürvət adlı bir xanımdır Kıbrısda. Amma Amerikadan, yəni İngilis dillilərdən yazıb və əgər düz mən o kitabları oxumamışam, Üzüklərin hökmdarı falan, amma o tipdə bir şeydir. Hello əzizlərim, bayaqları temi bağlamam gəldi. Gözləyirdim bunu. İnşallah ki şəkildəki kimi çıxıb. Çox gözləyirdim, çox. İlk olaraq bunu göstərim. Sonra gözlədiyim bir şey göstərəcəm. Bu belə yoga na stuludur. Bilirsiniz ki, mən müalicəvi idman sevmirəm, yalan nə deyim. Amma müalicəvi idman etmək məcburiyyətindəyəm. Ayağım qırılandan sonra ayağıma əziyyət olmasın deyə edə bilmirəm. Bu isə yəni əyilib dura bilməyən yaşlı nəsil üçündür. Снижение веса, улучшение подвижности. Burada belə bir təsərrüfatı ilə göstərilir. Stulda oturaraq cürbəcür, yəni ki, özü ağırlıq etmədən cürbəcür hərəkətlər etmək olar ki, hansı ki, dartınmadır. Dartınma özünüz bilirsiniz də, əzələləri möhkəmləndirir və sağlamlığa xeyirdir. İnşallah bununla idmanı edəcəm. Və gözlədiyim, deməli, Xloya firmasının Xloya çox tanınmış bir çantası var. Hardasa bizim bundan 2000 nə qədərsə 2700-3500 arasıdır. Və mən birəbir kopyasını bir səhifədə gördüm. Dedi ki 170 manatdır. Test şəklini çəkdim və Temoya verdim. Səbətə atdım. Endirimdeydi. 34 manat neçə qəpiyə düşmüşdü. Yəni ki, hər kəsin endirimi ayrı-ayrıdır. Yəni sizin sifariş etməyinizdən, kuponlarınızdan asılıdır. Ümumiyyətlə, mən Temodan nə vaxt nəsə almışamsa çox gözəl çıxıb keyfiyyəti. Rəylərə də baxdım, gördüm ki, qəşəngdir keyfiyyəti barədə. Belədir. Mən də deyirəm, bu niyə balacadır, böyük olmalıydı. Belə bir, indi düzəldim bir dəqiqə. İndi içinə nələrsə əşyalarımızı biz qadınların çantasında nələr desəz var. İçərisi belədir. Daha sonra burada belə bir firmuar deyirlər, zamok molniyası var. Bu buradan açılır, bağlanır. Əvvəl elə bildim ki, xarab gəlib, amma bunun qaydası var imiş ki, oradan da düzəltdim. Bunu belə eləyib, daha sonra bağlayırsınız. Deyir, altdan büyünləndirəmini və bir də belə. Bir saniyə. Burada da bir cibi var və bu belə örtülür. Mən çox bəyəndim. Özüm kimi zövqlü ikinci xanım tanımıram da. Bir dəfə bir xanım bunu belə demişdi. Özüm kimi mən ara sıra vaxtaşırıq sözü deyirəm. Ay da özgüvəni aşağı olanlara nətər pis təsir eləmişdi ki, siz çox iddialısınız. Siz özünüzü çox sevgili sayırsınız. Sayır da. En qədər insan var, en qədər zövq var. Sizi bu niyə yandırsın ki? Demək, əzik, xarakterli insandır ki, o mənfi rəy yazanlar ki, bunlara pis təsir. Şəxsən o xanım dedi ki, mən özüm qədər zövqlü birisini tanımıram. Mən də sevindim ki, mənim kimi özünə əmin, öz zövqünə əmin ikinci bir xanım görürəm. Və yaxşı da belə xoş rəylər yazdım. Çünki mən əzik deyiləm. Çünki mənim özgüvənim var. Çünki mən ailə və cəmiyyət qapazaltısı deyiləm. Sumkanı çox bəyəndim. Mənə mübarək. Sadəcə indi bir qədər əzik təhərdir. Çünki adətən biz çantanı alanda içini doldururlar. Axı bunu doldurmayıblar. İndi içinə nələrsə yığandan sonra çanta alınacaq. Gözəl olacaq. Burada da bu zamoku var. Görürsən bunun zamoku bağlanır mı? Güya da. Nəysə bir şarm kimidir. Çantanı bəyəndim. Belə zeytun rəngindədir. Bu arada mənim bu rəngdə əsl dəri olan kurtkam var, gödəkçəm var. Qazaxıstan istehsalı.
O ilə qəşəng tutar. Bir çox şeylərlə qəşəng tutar. Yəni ki, o demək deyil ki, rəngi eyni olmalı. Özüm kimi zövqünüzü tanımıram. Başlayın, gəlin, özgüvəni aşağı olanlar. Bu sözü qıcıqlandıranlar ürəklərə doluşun. Neysə, hamınızı sevirəm.